Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem ve ala alihi tayyibin tahirinel masumin. Rabbi şrah li sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Biz keçən mövzumuzda Allahın rəhməti haqqında söhbət eləyirdik və qeyd etdik ki, insanın əxlaqi keyfiyyətləri yaxşı olsa, əməl və rəftarları yaxşı olsa, bu qaçılmazdır ki, Allahın rəhməti insanın üzərinə ona şamil olar. Bu haqda geniş siz əzizlərlə bölüşdük, danışdıq. Amma istəyərəm yenə mövzumuzu davam eləyək ki, bu mövzular bizim həyatımızda çox mühüm rol oynayır. Çünki elə insan günah çirkablığında səhv və xəta nöqsanlarla öz ruhunu, öz fəzilətini, öz dəyərini günahla itirir. Amma mütəal Allah, onun əhl-i beyti, Allahın mübarək ayələri bizə ümid verir. Bizi Allahın sonsuz rəhmətinə doğru çəkir. Ki, yəni Allahın rəhmətindən ümidinizi üzməyin, ümidsiz olmayın. Günahdan yorulsaz da, günah sizi yorsa da, Allahın rəhmətindən ümidsiz etsə də, amma bilin ki, Rəbbiniz çox bağışlayandır, çox mərhəmətlidir. Yəni, insan belə bir Allaha tapınanda, belə bir Rəbbə tapınanda, sığınanda, ona doğru tövbə edib gedəndə özünü Allahın rəhmətində, rəhmət ağuşunda özünü görür. Mən bir rəvayət oxuyum, istəyirəm elə bu rəvayətlə də bəzi məsələlərə toxunum. Bəzən biz bizim etdiyimiz əməllərə olan arxayınçilik bizim əməllərimizin qəbul olmamasına səbəb olur. Yəni, bir əməl eləyirik. Məsələn, gecə namazına dururuq və yaxud sədəqə veririk və yaxud müəyyən bir yaxşı işlər görürük. Amma bu yaxşı işləri görən zaman Allaha olan hüsn-ü zənnimiz, Allaha olan sığınacağımız, Allaha olan ümidimiz, Allaha olan, belə deyim, yaxşı gümanımız olmur. Yəni, biz yaxşı işlərimizin yanında Allahı görmürük. Elə gördüyümüz diqqətimizi, zehnimizi məşğul eləyən məsələ o etdiyimiz ya ibadətdir, ya verdiyimiz o sədəqədir. Fokuslanırıq o məsələyə. Bir rəvayətdə Həzrət Əmir əl-Möminin bu məsələyə çox gözəl öz əməli ilə, rəftarı ilə toxunur. Deyir, bir nəfər görür ki, Əli əleyhissalam bir ehtiyatsız insana məsələn pul verir. Belə deyək, sədəqə verir. Deyir, o şəxs deyir ki, ya Əmir əl-Möminin, kəm tətəsaddəqu, kəm tuxricu malək, əla tumsik. Deyir, buyurur ki, ey Əmir əl-Möminin,
niyə zənginə sədəqə verirsən, amma mənə yox? Nə üçün mənə kömək etmirsən? Kifayət deyilmi buna etdiyin, o verdiyin sədəqə? Həzrət buyurdu ki, Vallahu ləv a'ləmu ənəllaha qabilə minni farzən vahidən lə əmsəktu. Buyurdu ki, Allaha and olsun. Baxın, Həzrət Əmir əl-Möminin nə buyurur? And olsun Allaha. Bilmirəm Allah bu əməli qəbul edib ya yox. Baxın, insan yerinə yetirdiyi əməli böyütməməlidir. O verdiyinə sığınmamalıdır. O alanın, o qəbul edənin mərhəmətinə, lütfüne sığınmalıdır Allaha. Ki, ilahi, mən bilmirəm hələ bu yerinə yetirdiyim əməli tam sənə xatir, sənin razılığını əldə etmək naminə bu əməli yerinə yetirdim ya yox. Yəni, bu əməldə ixlaslı oldum ya yox. Təmiz, saf oldum ya yox. İnsanın hər bir əməldə bu məşğul eləməlidir zehnini. Bu şey insanın diqqətini çəkməlidir özünə. Nəinki hər hansısa puldan və yaxud candan və yaxud maldan keçmirsən, elə dayanıb qalımsan o məsələnin üzərində. Yox, Allahın qəbul edib etməməyinə. Yəni, Həzrət Əmir əl-Möminin buyurur ki, yəni mən fəqirə verdim, zənginə verdim. İndi təbii ki, əleyhissalamın orada o ehtiyaclı olmayana verməsinin də bir bəlli səbəbi var ki, onu mən də mövzumuza aid olmadığına görə o məsələyə giriş eləmirəm. Amma hər bir halda əleyhissalam burada qabartdığı, yəni daha çox göz önünə atdığı məsələ budur ki, yerinə yetirdiyin əməlin qəbul olub olmadığını düşün. Bunun üçün də ən yaxşı yol elə insan verdiyi, xərclədiyi hər bir əməldə Allaha sığınmalıdır, Allahın lütfüne, Allahın razılığına. İnsan deməlidir, ilahi, heç bilmirəm, bunu ixlasla verdim, vermədim, sənin razı qalman üçün verdim, vermədim. Amma hər bir halda, ilahi, mən zəifəm, mənim niyyətim sənin istədiyin kimi saf, təmiz bir niyyət deyil. Amma istəyirəm, sənin istədiyin kimi bəndə olan, verdiyim hər bir əməl, yəni yerinə yetirdiyim hər bir əməl, verdiyim hər bir ehsan sənin razılığını ələ gətirmək olsun. İnsan bu cür olsa, Allahla səmimi olsa, bəli, Allah insanın əməlinə dəyər qiymət verəcək. O əməllər, o verdiyin şeylər Allah dərgahında qəbul olacaq. Baxın, əleyhissalam burada buyurur ki, mən verdim, amma Allahın qəbul edib etməməsini bilmirəm. Allahın qəbul edib etməməsini bilmirəm. Bu da bilirsiniz insanda necə bir gözəl bir Allaha bağlılıq yaradır. İnsan əgər elə daim öz ibadətinlə, bəndəçiliyi hər hansısa yerinə yetirdiyi əməlləri ilə belə deyim, qürurlənsə, onunla fəxr eləsə, insan o həqiqi bəndəçilik ruhiyyəsinə sahib olmayacaq, yiyələnməyəcək. Amma insan ki, daim qorxu və ümid arasındadır ki, həm Allahın rəhmətinə sığınır, onun fəzlinə sığınır, onun lütfüne sığınır hər bir elədiyi əməldə və bir yandan da günahlarından, o ixlassızlığından, o acizliyindən, o zəifliyindən, o halından da qorxur ki, olmayan mənim ixlassızlığım bu əməlimi puç eləyə, aradan apara. Həzrət bu əməlində ki, Həzrət buyurdu, mən verdim, amma Allah qəbul edib etmədiyini bilmirəm. Həzrət bu cavabı bir tövhid, ixlas dərsidir.
bizə təvhid, ixlas dərsi verir ki, Allaha, o mütləq varlığa necə sığınmalısan, tapınmalısan, necə bütün əməllərində ixlaslı olmalısan, Allahı görməlisən, əməllərində səmimi olmalısan Allahla. Və əməl yerinə yetirməklə bitmir ki. Qəbul olunması daha mühümdür. Yəni, sən ola bilər, çox əməl yerinə yetirərsən, amma o əməllərinin qəbul olub olmaması daha mühümdür. Yəni, zikirdən daha çox onun sənin ruhunda qoyduğu təsir mühümdür. Bəzən biz elə çox zikir eləməyi daha, belə deyim də, yaxşı bilirik. Məsələn, kimin ki, əlində təsbih, səhərdən axşama qədər zikr eləyir, hər gün oruçdur və yaxud namaz halındadır, biz elə gördüyümüz tərəf budur. Xeyr, o etdiyi çox zikirdən nə qədər faydalana bilir, nə qədər onun ruhiyyəsində, həqiqi kimliyində çevriliş eləyə bilir, onu kamala çatdıra bilir, onu saadətə çatdıra bilir. Ona görə əməl, qəbul olunması, əməlin, belə deyək də, əməlin daha çox yerinə yetirilməsindən mühüm olanı o əməllərin qəbul olmasıdır. Bu daha çox mühümdür. Həzrəti İbrahim əleyhissalam, mən bir duasından oxumuşdum ayədə, bugün ikinci bir duasını oxuyuram ki, Həzrət buyurur ki, ey Rəbbimiz, bizə ayinləri, məkanları, ibadət qaydalarını göstər və tövbəmizi qəbul et. Baxın, Həzrət İbrahim əleyhissalam Allahdan o ibadətin şəklini, formasını, necəliyini Allahdan istəyir. Ki, ilahi, bizə ibadətin formasını, şəklini öyrət. Ki, biz sənə necə ibadət edək. Həqiqətən Allah insana necə bir bəndəçilik etməsini öyrətməsəydi, Qur'andan, peyğəmbərlərinin vasitəsilə, ilahi övliyaların vasitəsilə, insan sərgərdan olardı. İnsan biçarə olardı. Amma Allah bizi yaradıb, çəkilib qırağa durmayıb. Bizi yaradıb, bizə də bir ilahi bir qayda qanun töküb. Ki, Quran nazil edib və o Quranı Peyğəmbərə göndərib, Peyğəmbər gəlir, o Quranı bizə başa salır. Yəni, insanın ki, həqiqi yaradılışı ki, mənbəyi Allaha qayıdışdır ki, biz Allaha qayıtmalıyıq, amma necə? Allah necə bizi pak, gözəl, təmiz yaratmışdısa, ruhən, qəlbən, o cürdə Allaha qayıdış eləməliyik. İndi təbii ki, bizim günahlar, alüdəliklər, o rəzilə xüsusiyyətlər bizim ruhumuzu çirkləndirib. Amma bir yol var, bəli, yol var. Allah səni yaradıb, eynən bu cümlə, kənarda durmayıb. Neyniyib? Səni o hədəfə çatmaq üçün əlindən yapışır Peyğəmbəri göndərib, ilahi övliyaları göndərib ki, səni istədiyin o hədəfə, o kamala çatdırsın. O hədəfə, o kamala çatdırsın. Ona görə də əziz Peyğəmbər, Həzrəti İbrahim buyurur ki, ey Rəbbimiz, bizə ayinləri, məkanları, ibadət qaydalarını göstər. Bizə başa sal ibadət etməyi və tövbəmizi qəbul et. Tövbəmizi qəbul et. Baxın, insanın tövbə halı, yəni daim özünü təqsirli bilməsi, daim özünü günahkar bilməsi. Baxın, məsum imamların dualarına, ilahi övliyaların dualarına, onlar Allaha günahkarların dili ilə razı niyaz eləyirlər, münacat eləyirlər. Hətta günahın fikrini belə eləmirlər, ha? Kamil varlıqlardır, ilahi övliyalardır. Amma insan daim tövbəkarların dili ilə, Allahla danışanda, Allahdan ala biləcəyi feyzi alır. Allahdan əldə edə biləcəyi tövfiqatı alır. Çünki insan daim Allahın hüzurunda özünü zəlil, özünü aciz, özünü qüdrətsiz bilir, özünü heç bilir. İnsan ki, özünü Allahın hüzurunda zəif, zəlil, heç, fəqir, miskin biləndə artıq Allahın feyzi, inayəti insana şamil olur.
Və insan daim tövbə halında olmalıdır. Daim Allahın huzurunda öz təqsirlərini, öz günahlarını deməlidir və Allahdan bağışlanma diləməlidir. Tövbə halı budur ki, insanın ruhiyyəsini dəyişir. Sonda mən Həzrəti Əmir əl-Müminin Əli əleyhissalamın çox, belə deyək də, insanı heyrətə gətirən, insanın canını lərziyə gətirən bir Allahla olan bəndəçilik halına işarə eləyəcəm. Həqiqətdə insan Əli əleyhissalamın həyatına baxanda onun şücaəti, onun elmi, onun əxlaqı, onun Allahın huzurunda göstərdiyi bəndəçiliyi, razı-niyazı insanı heyrətə gətirir. Məsələn, bir şücaətinə Həzrət Peyğəmbər buyurur ki, ya Əli, sən bu vurduğun qılınc zərbəsi ki, Əmr ibn Əbi Dəbədə vurur, deyir ki, ta qiyamətə qədər insanların və cinlərin ibadətindən üstündür. O necə bir qılıncı idi vurdu. Onun ixlasının, onun Allaha xatir vurduğu zərbəsinin göstəricisidir. Əli əleyhissalam haqqında deyilir ki, onun sükutu elə idi ki, insanlar ona yaxınlaşmaqdan çəkindilər. Baxın, Həzrət Əli əleyhissalam elə bir sükuta qərq olmuşdu ki, bəziləri ona yaxınlaşmaqdan çəkinirdilər. Lakin ədaləti elə idi ki, ən zəif insanda onunla danışmağa cəsarət edərdi. Amma Həzrət Əlinin ədaləti, onun qəzabəti, onun mərhəməti, onun sevgisi o qədər şiddətli idi ki, hamı onu özünə sığınacaq bilirdi. Baxın, o qədər güclü, qüdrətli insanlar var, amma zəiflərin onlara yaxınlaşmağına icazə vermirlər. Yəni, onların qüdrəti, istər mal, vəzifə qüdrəti olsun, istər gücü olsun, bunlar səbəb olur ki, zəifləri əzsin. Zəifləri, belə deyim də, zəiflərə qarşı mərhəmətsiz olsun. Amma həqiqi qüdrət ki, insan o həqiqi qüdrəti Allahdan alanda, ondan biləndə, eynən Həzrəti Əli əleyhissalamın qüdrəti və ədaləti kimi ki, hətta zəiflər, eynən ibarəni oxuyum siz üçün, deyir, ən zəif insan da onunla danışmağa, onunla söhbət eləməyə cəsarət edirdi. Baxırdı, bilirdi, tanıyırdı Əli əleyhissalamın şücaəti nədir, elmi nədir, əxlaqı nədir. Amma Əli əleyhissalamın o mütəvazıkarlığı, o Allaha olan bəndəçiliyi, onun gücünün, qüdrətinin Allaha nümayiş etdirilməsi səbəb olurdu ki, hətta zəiflər belə onunla söhbət eləməyə, onunla bir diyaloqa girməyə cəsarət edirdilər. Ona görə qüdrətli o şəxsdir ki, zəiflər ona sığınsın. Qüdrətli o şəxsdir ki, zəiflər onu sığınacağı bilsin. Onu bir pənah yeri bilsin. Əks halda hər bir qüdrətli zəifdir ki, məsələn, zəifi əzir, zəifi incidir, onun malını qarət eləyir, onun canına xəsarət yetirir. Yəni, belə bir qüdrətli insanlar həqiqətdə Allahın ayələrinə və hədislərə əsasən ən zəif, ən bacarıqsız, ən gücsüz insanlardır. Ona görə mütəal Allah özü bizim qəlbimizi, düşüncəmizi genişləndirsin ki, biz daim Allahla hər bir məsələyə bir baxış bucağımız olsun. Nəinki öz gücümüzə, qüdrətimizə, nə bilim, vəzifəmizə sığınıb hər hansı bir addım ataq. Və salamu aleykum cəmiən və rəhmətullah.